Dan xəbərdarlıq eləyirəm. Efirə gələndə mən jurnalist gətirəndə kimlərin adını çəkəcəm. Bunu hamı bilsin. Birinci, İsmayıl rayonunun Qalınçaq kəndində yaşayan məşhur oğrular və məşhur sulkalar. Kərimova Züleyxa Sərxan qızı, onun qeyri-rəsmi yaşadığı əri 1975-ci il təvəllüdlü Məcidov Mayıs İlyas oğlu və Züleyxanın oğlu, 3 dənə oğlu, Kərimov Elnur Oktay oğlu, Kərimov Seymur Oktay oğlu, Kərimov Sənan Oktay oğlu. Bunların adı çəkiləcək. Bir də Mirzə Fətəli Axundov küçəsi nömrə 4-də yaşayan, mənim inəyimi aparıb pulun verməyən Xəlilov Yaşar Sanif oğlu. Bir də Bakının şəhərində anadan olmuş oğru, quldurluqla məşğul olan polis kapitanı Elşən Aydınoğlu Qarayevin Suqa agenti olan 1977-ci il təvəllüdlü Hüseynov Füzuli Hümmətoğlu'nun adı çəkiləcək və efirə dəvəti olunacaq. Orada mən o pulumu ondan alacağım. Füzulinin ölüsünü də görünə poq qoyacağım. Bir də Quba rayonunun Səbətlər kəndində yaşayan oğrular, quldurlar, insan alıverçiləri 1981-ci il təvəllüdlü Hacıyev Elburus Ağabala oğlu və onun gey qardaşı, oğru qardaşı 1991-ci il təvəllüdlü Hacıyev Təbriz Ağabala oğlu, bir də Elburusun inimiş arvadı Sevinç. Bunları efirə gətizdirəcəm, jurnalisti qapısına göndərəcəm. Onu bilsinlər. Bir də Quba rayonunun Çayqışlaq kəndinə ərə getmiş, Ermənistanın əsli Qoşabulaq kəndindən olan, Uşdalda yaşayıb Mal Qasıma ərə gedən 1974-cü il təvəllüdlü Qasımova Qənirə Hüseyn qızı mənim Təbrizi yolumun üstünə çıxartdı, məni Təbrizə yön eləyib bədbaxt eləyən Qasımova Qənirə Hüseyn qızı, səni efirə gətizdirəcəm. Mən Təbriz tanımırdım. Niyə Təbrizi mənə rast gətirdin? Sənin hələ Qasım sırlarını bilmir. Sənin bütün sırlarını açıb tökəcəm. Ondan sonra dincələrsən. Sən onu bil ki, mən sənin hər fırıldağını biləm. Nə qədər gecdir, zəhmət çək, 500 manatımı sən göndər. Səndən tələb eləyirəm. Ya da Təbrizi, Elburusu ver polis idarəsinə, pulumu göndərsinlər. Füzulini də Elşən Qarayev müdafiə elədiyinə görə Elşən Qarayevdən tələb eləyirəm Füzulinin mənə vurduğu ziyanı. Bir də Xəlilov Yaşar Sanif oğlu ya inəyimi versin, 310 manat oğradığı pulumu versin, ya da ki gətirsin qoysun yerinə inəyimi. İnəyimin pulunu versin. Oğru Yaşar, quldur Yaşar, Xəlilov Yaşar Sanif oğlu Mirzə Fətəli Axundov küçəsi nömrə 4-də yaşayan məşhur suqa iş verən agent quldur. Bunu bir də Qalınçaq kəndinin oğru sakinləri, suqa sakinləri, narkoman sakinləri, Kərimiyan Züleyxa Sərxan qızı, onun qeyri-rəsmi yaşadığı əri Məcidov Mayıs İlyas oğlu və Züleyxanın oğru suqa iş verən oğlanları, Kərimiyan Elnur Oktay oğlu, Kərimiyan Seymur Oktay oğlu, Kərimiyan Sənan Oktay oğlu. Sizi efirdə biabır eləyəcəm. Kərimiyan Seymur Oktay oğlu, səni efirə gətizdirəcəm. Mənim evimdən nələr aparmırsan gətir ver. Namaz təsbihimi oğradın apardın, namaz canıva qənim olsun. Oğru Seymur, insan alıverçisi erməni Seymur. Sən Seymur dedin ki, biz erməni yox, yalandan Azərbaycan pasportu düzəltmiş yox ki, Azərbaycanı yox. İnsanları oğurlayıb Ermənistana satan Seymur. İnsan alıverçisi öylərdən tursi, liftçi oğlayan Seymur, bütün cəmaatı soyub talayan Seymur. Elnur, buradan sənə deyirəm, Seymurun qardaşı, mənim ördəyimi gətir, namussuz. Mi, güya bu şeirdir ki, sənin başına, özgə yazanı hamı deyər. Ki, sənin başına, sənə maraq göstərəndə ağlı yoxdur. Əmirin təkəri, külü başına, kül sənin kişi başına. Şeirdir, əmirin təkəri, başına dəysin ömrün təkəri. Gətir ördəyimi ver, oğru Elnur. Gətir ver, Petuk qardaşın Seymur ördəyimi sənə verirdi, gətir ördəyimi ver, binamuslar.
Züleyxa pencəyimi apardı, oğradı. Dasmalımı apardı, iskan nəlbəkimi oğradı, apardı. Xoruzu götürdü, Seymur Petov anası işi verən meşələrdə cəmaatın odunun oğruya Züleyxaya verdi. Sözün hamınızı adın çəkdiyim namussuzlar efirə gətirib ifşa edəcəm. Efir qarşısında mənə vurduğu ziyanı ödəyəcəksiniz. Sulka işləməklə, iş verən işləməklə də təmizə çıxa bilməyəcəksiniz. Sizi müdafiə eləyənlərin də adını çəkəcəm efirdə. Hamınız birin adını çəkdiyim əcilaflar, oğrular, maşenliklər, insan alıverçiləri.